Dəniz mənim üçün sadəcə su deyil, o sözsüz bir söhbətdir. Üfüqə baxanda anlayıram ki, dərinlik qorxutmur, əksinə susmağı və özünü dinləməyi öyrədir. Bəzən o da səhnəyə çıxmazdan əvvəlki düşüncələrim kimi çalxalanır. Bəzən isə doğru qərardan sonraki ürək kimi sakitləşir. Mən dənizi səmimiyyətinə görə sevirəm. O heç vaxt özünü gizlətmir. Ya dalğadır, ya sükut. Və yəqin elə buna görə hər dəfə ona qayıdıram. Kim olduğumu yenidən xatırlamaq üçün. Hissləri aparıb dərinə, sevincdən gözlər dolu, dolaşır sözləri. Bu eşq mükafat olub əbədi sahibinə. Bugün limanda maraqlı bir qonağımız var. Həyatı və yaradıcılığı rəngli anlarla dolu bu insanı yaxından tanımaq imkanımız olacaq. Sevilən və hər mahnısı hitə çevrilən Mir Yusifi qarşılayaq. Səhnəyə gəlişinizin bir hazırlıq dönəmi var. Bunu özünü tapmaq dövrü də adlandırırlar. Müsahibələrinizdə həmən dövrü karantin adlandırmışsınız. Nəyə görə? Demək, çox populyar olan bir mahnının gözəl misrası var. Yəni, özüm yazmışam bu cümləni. Yəni, bütün sözlər mənə aiddir sözsüz. Özümü tərk edib, özümü dərk edirəm. Mən o dövrü karantin adlandırdım. Çünki mənim könüllü təcrübəm idi. İnsanlardan yox, səsküydən uzaqlaşdım və özümü dərk edərək gözəl mahnılar yarandı. O zaman mənə sakitlik və daxili möhkəmlik verdi bu karantin zamanı. Çünki başa düşdüm ki, insan bəzən geri çəkilmədən irəli gedə bilməz. Bu qədər. Amma karantin çox uzun sürmədi, çəkmədi. Yəni bir neçə il ərzində çox gözəl ilham və təb qazandım. Uşaqlıq illəri. Əslində əziz olan xatirələr bir mahnıya döndü. Bakılı sərçələr necə yarandı? Çox gözəl sualdır, vallahi. Bu mövzuya çoxdandır, yəni biz toxunmamışdıq. Heç fikir vermişsiniz ki, sərçələr hara yoxa çıxdı? Yəni bizim şəhərimizdə sərçələr yoxa çıxdı. Göyərçinlər azaldı. Şəhərdə sanki onların yerini get-gedə qara qarğalar tutur. Bakılı sərçələr bu hissdən yarandı. Uşaqlığımın Bakısına, həyətlərin saflığına, uşaqlığıma bir məktub buydu. Mən o mahnı səhnə üçün yox, içimdə yaşayan o balaca uşaq üçün yazmışdım. O qədim gecələr, gölgəmiz yan keçər, qayıtmaz o illər, yalnız qalıb köydə Bakılı sərçələr. O gəlir gecələr, gölgəmiz yan gecər, qayıtmaz o illər, yalnız qalıb köydə Bakılı sərçələr. Karyeranıza doğrudan da böyük rezonans yaradan bir qrupda, yəni Dəyirmanla başladınız. O günlər üçün darıxdığınız anlarınız olubmu? Əlbəttə ki, olub. O zamanlar entuziazm daha çox idi. O zamanlar biz nəinki şöhrət dalıcı qaçmışıq, biz səhnəyə və mahnılara yönəldmişik. Və bildiyiniz kimi təbii, yəni bu çox gözəl alınmışdı. Dəyirman Azərbaycan estradasından böyük bir, yəni izi qalan bir möhür vurdu və Dəyirmanın hələ də kölgəsindəyik biz. Çünki yaxın zamanda Alim Qasımovla və Natiq Ritm qrupu ilə Ya Qarabağ Ya Ölüm biz təzədən oxuduq və Qarabağım var artıq biz yeni bir formada bu mahnını yaratdıq və çox gözəl bir rezonans yaratdı. Bəli. Solo karyeranıza necə başlamısınız? Xüsusi bir hekayəsi varmı? Amerikada oldu, Birləşmiş Ştatlarından birində, yəni Kaliforniyada oldu bu. Yəni 4 il ərzində orada qaldığım zaman
İndi bugün siz bildiyiniz və eşitdiyiniz mahnıların əksəriyyətini mən orada yazmışdım. Ona görə mən dedim ki, yəni karantin mənə böyük bir ilham verdi. Soloya başlamaq üçün. Təbii. Düşünəndə ki, həyat enişli yoxuşlu bir yoldur və axtarışlar özünü tapmaq və nəhayət bir yerə lövbər salmaq sanki bütün həyat mübarizəmizin ən rahat məqamı. Elə budur. Siz necə öz lövbərinizi tapdınızmı? Bir liman, bir də mən. Gözəl mahnı yadıma düşdü. Mirzə Abay ifasında, bəli. Biz bugün burada Bulvar limanındayıq və bizim klublarımız indi hal-hazırda burada bulvardadır. O ki qaldı mənim həyatımda olan lövbər, yəni mən minlərlə insanların ürəyindədir mənim lövbərim. Belə deyərdim. Mənə gəlir ki, yəni hər lövbərin məqsədi odur ki, gəlsin öz yerini tutsun. Mənim fikrimcə, mənim lövbərim yəni öz yerini tutdu, insanların ürəyindədir hal-hazırda. Amma mən indi öz sənətimdən, mahnılarımdan danışacağam. Orada, yəni mahnılarımda bəzən elə misralar yazılıb, bizim Xəzər dənizimizə aid olan misraları. Mən Bakını qucaqlaya bilməyən Xəzərəm. Yəni qucaqlamaq istəyir, amma qucaqlaya bilməyən bir Xəzərəm. Məsələn, ya belə bir cümlə var mənim mahnımda. Və dənizə baxarkən təbii, yəni insanlar ilhamlanır. O üfüqlərə baxarkən gəmiləri görürsən və o gəmilər öz tənha olduğunu sənə xatırladır. Və o üfüqlərə baxarkən insan istər-istəməz, yəni insan həmən öz qələmlə kağızını götürür və istəyir nəsə yazar. Dəniz bu cür məqamlar, bu cür xatirələr mənə verir hər zaman. Deyə bilərəm ki, yəni bizim Xəzər dənizimiz Allahdan verilən böyük bir nemətdir bizim üçün. Güclü olmaq və ya görünmək. Bugün Mir Yusif özündən razıdırmı? Mən heç vaxt güclü görünməyə çalışmamışam xanım. Güclü olmağa çalışmışam. Özündən razı olmaq təhlükəli bir şeydir məncə. Amma özünlə barışmaq vacibdir. Əsas odur. Mən kamil deyiləm, amma yolumdan razıyam. Çünki hər səhv məni böyüdüb və hər zirvə mənə məsuliyyət öyrədib. Belə deyərdim. Bəs Mir Yusif səhnədə güclüdür. Evdə necə? Səhnədə enerji və məsuliyyət var sözsüz. Evdə isə sadəlik və sakitlik var. Evdən mən sadəcə ata və ailə başçısıyam. Orada alqış yoxdur. Amma həqiqət var. Həqiqət var. Mən də buna təbii ki, üstünlük verirəm. Bu mənim üçün çox vacib olan şeydir. Əsl güc də elə öz evində özün ola bilməkdir. Necə deyərlər, ən böyük zəfər insanın öz evində qazandığı hörmətdir. İlk və hələlik sonuncu mahnınız arasındakı zaman məsafəsində ideya və məzmun baxımından nələr dəyişib? Çox şeylər də dəyişib. Yanaşma dəyişib, zövqlər dəyişib, ritmlər dəyişib təbii ki. Əvvəl emosiyalar daha kəskin idi, belə deyərdim. İndi isə düşüncə və məsuliyyət daha önəmlidir, daha dərindir. Musiqi mənimlə birlikdə böyüyüb, artıq mənim yaşımda deməzdim, bəlkə də məndən böyükdür. Amma dəyişməyən bir şey var, o ürəkdən gəlməsi. O ürəkdən nə gəlirsə, təbii ki, yəni o qalıbdır. Necə deyərlər, Lev Tolstoy deyəsən demişdi, zaman ən böyük müəllimdir. Bu zaman bizi çox şeylər öyrədib. Şöhrətlə aranız necədir? Mən heç kiməm ilə nə demək istədiniz? Ustad Ağa Səlimin gözəl bir ifadəsi var. Maraqlandırmır şöhrət şan məni, xoşbəxt yaradıbdır yaradan məni. Çox gözəl bir misradır. Şöhrət mənim üçün məqsəd yox, məncə nəticədir. Belə deyərdim. Onsuz da o gəlir və gedir.
amma insan qalır. Mən kiməm, mən heç kiməm deyəndə o nəinki mənim müxtəlif insanların eqonu susturmaq üçün yazmışam. Yəni çünki insan böyük edən adı yox, izi və əməlidir məncə. Macəra, rahatlıq və etibarlı yol yoldaşı. Venta, dalğalara açılan yelkən, lüks və xidmət məmnuniyyəti. Bizimlə səyahətə hazırsınızmı? Mir Yusif üçün bir sözlə sevgi, Ailə, bir mahnı ilə həyat, mən külə, bir insanla güvən, ən etibarlı dostunuz, əlbəttə ki, həyat yoldaşı. bir sükutla qorxu. Sizi qorxudan nədir? Qiymətli və dəyərli olan nə varsa ətrafımda onları itirməkdir. Və sizi motivasiya edən nədir? Motivasiya edən mənim xalqımdır. Gözəl. Sizi yoran dəstələr. Məni yoran deyə bilərəm ki, elə müxtəlif insanlar var ki, məni yora bilir və səsküy. Səsküy də məni yorur. Xoşgörə. Yox demək və ya bacarmaq. Bu nə qədər vacibdir? Çox vacib olan şeydir. Bəzi məqamlarda biz yox deyə bilmirik, amma məcbur yoxdur mən. Amma mən çalışıram çox məqamlarda hə deyim. Hələ deyilməmiş hansı sözümüz var? Gələcək anlarda bəlli olacaq. Biz gözləyirik. İnşallah. Gələcək Mir Yusifdən indiki Mir Yusif nə istəyərdi? Güzel, güzel sualdır. Birincisi, istəyərdi ki, bilsin, mən onu gözləyirəm, bu birincisi. İkincisi, istəyərdi ki, hər gün dünənki Mir Yusifdən ya daha üstün, daha mükəmməl olsun. Çünki gələcəkdə olan Mir Yusif mükəmməl və daha üstün və daha yaxşı olduğunu göstərir. Məncə bu qədər. Sizi həqiqətən xoşbəxt edəcək nəyin arzusundasınız? Desəm ki, bütün arzulara gəlib çatmışam, yalan olar. Çünki hər zaman axtarışdayım və arzular, istəklər, xəyallar var, olacaq. Odur mənim yaşadan. Arzular, xəyallar bitməzdir. Gitməzdir, tükənməzdir. Təşəkkür edirəm. Təşəkkürlər əziz dostlar. Konsertlərdə görüşərik. Çox sağ olun. Səhnədəki Mir Yusiflə real həyatdakı Mir Yusif arasındakı fərq nədir? Dostlarım gözəl bilir bunu. Təbii ki, evdəkilərim, valideynlərim çox gözəl bilir bunu. Amma mən özümdə böyük bir fərq görmürəm. Səhnədə daha emosional və enerjiyəm, təbii ki. Həyatda isə daha sakit və bir müşahidəçi kimi oluram. Həyatda daha çox zarafatçıyam. Səhnədə siz mənə o ciddiliyimi görə bilərsiniz. Amma həyatda daha çox zarafatçıyam. Gülmək, zarafatı, gözəl yumuru çox sevirəm. Amma səmiyyət dəyişmir təbii ki. Yəni mən həyatda necə səmimiyəmsə, səhnədə də o səmiyyəti siz görə bilərsiniz. Mən səhnədə başqa biri deyiləm əslində. Mən onu deyə bilərəm. Amma mənim dostlarım əksinə deyir. Sadəcə daxilimdə olan enerjini böyüdürəm. Çox olur. Mən 2 saat, 2 saat yarım fasiləsiz, antraktsız, yəni mən konsertlərimi verirəm. O enerji bir vergidir. Allahdan mənə buyuran bir vergidir. Replə tanındınız. Rock və digər janrlarla isə davam elədiniz. Bunlar içində hansı sizə daha doğmadır? Mən deməzdim ki, filan bu janr ən sevdiyim və seçdiyim janrdır və bu janrla mən mahnılarımı yaradıram, ifa edirəm.
belə deyək də, çay qaşığı ilə mən verirəm və gözəl bir eliksir əmələ gəlir. Bu eliksirin tərkibində həm rock, həm dediyiniz sadağımız, yəni bu rockdur, popdur, arada bir rap da ola bilər, yəni çox kiçik, yəni bir çay qaşığı ilə mən onu da qata bilərəm. Hansı bir janrın seçib o janrda oxumağı yox, o mənə məxsus deyil. Təbii ki, rapdən Dəyirman qrupu, yəni rap üslubunda özünü təqdimat eləmişdilər və ondan sonra mən solo karyeramda arada bir rock üslubunda da yəni mahnıları yazmışdım, ifa eləmişdim. Şanson üslubunda da, yəni məktub kimi misal üçün, yəni dostun iki doğma insan kimi bu şanson üslubudur. Bu nə popdur, nə rapdir, nə rockdur. İndiyənə qədər bu üslublar içimdədir, bir qarışıb və hansı bir mahnı gələndə təbii ki, yəni bilmək olmur bu hansı üslubda gələcək. Bəs qayıtmaq istədiyiniz mövzular var? Təbii ki, var. İnsan haradan gəldiyini unutmamalıdır. Məncə bu çox dəyərli bir mövzudur. Bəzən yenə də bir sosial və düşündürücü ya mövzulara qayıtmaq istəyirəm. Zaman dəyişsə də insanın daxili sualları dəyişmir. Məncə dünən olmayanın sabahı olmaz. Bu cür mövzuları mən təbii ki, hər zaman toxunmaq istəyərdim. İndi isə Limonda sualım var rubrikasının vaxtıdır və biz keçirik sual qutumuzun yanına. Baxaq görək, hansı sual ünvanlanıb sizə, zəhmət olmasa getirib oxuyun, səsləndirin. Rəşad Məcid, dostum, salamlar. Dəniz haqqında hansı əsər yadınızdadır? Hansı? Güzel sualı dostum. Uşaqlıqda oxuduğum kitablardan biri və ən sevdiyim kitablardan biri Kapitan Grab və onun uşaqları. Yəni bütün uşaqları mən tövsiyə edirəm, ya bu kitabı oxusunlar. Çox maraqlı bir kitabdır. Növbəti verişimizin qonağına sual ünvanlayırsınız, amma bilmirik ki, təbii ki, qonağımız kimdir? Bəzən bir insanla söhbət edirsən və anlayırsan ki, danışılanlar söz deyil, yaşanmış həyat. İstedad isə özünə yol axtaran, üzə çıxmağa tələsən suya bənzəyir. O da mənəvi axtarışlarımı musiqiyə köçürüb könüllərə yolda. Mir Yusif bu limanda bütün səmimiyyəti ilə yadda qaldı. Bugün limanda daha bir görüşümüz geridə qalır. Sözün və musiqinin vəhdətindən yaranan düşüncələrə səyahət bizi hər limanda özümüzə qaytarır. Belə. Sonda isə bizi ilə əməkdaşlıq edən Parla Geyim mağazasına dərin təşəkkürümüzü bildiririk. Limanla qalın. Yeni görüşlərə dək.